Zəfərin 5 illik yubileyi ərəfəsində Azərselin dəstəyi ilə Yaşad Fondu şəhid övladları üçün ikinci intellektual marafon təşkil edib. Layihə gənclərin intellektual bacarıqlarının inkişafına və əyləncəli vaxt keçirməsinə imkan yaradıb. Noyabrın 1-dən 3-nə Quba şəhərində Yaşad Fondunun təşkilatçılığı və Azərsel Telekomun dəstəyi ilə şəhid övladları üçün ikinci intellektual marafon keçirilib. Vətən müharibəsində qazanılan zəfərin 5 illiyinə həsr olunmuş tədbir 16-23 yaş aralığındakı 50-yə yaxın gənci bir araya gətirib. Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də onların arasında bilik və təcrübə mübadiləsini təşviq etmək olub. Marafon çərçivəsində Azərsel kiber təhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası təşkil edib. Şirkətin mütəxəssisləri gənclərə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə faydalı biliklər veriblər. Tədbir boyunca müxtəlif intellektual oyunlar, bilik yarışlar və əyləncə proqramları keçirilib. Qaliblər və bütün iştirakçılar xatirə hədiyyələri və mükafatlarla tərtib olunublar.